Salamlar. Bu videoda Alman dilində sözlərin oxunuşu barədə danışacağım. Alman dilində sözlər yazıldığı kimi oxunur. Lakin bəzi hərf birləşmələri və hərflər, yəni xüsusi hərflər var ki, onların oxunuşu tamamilə fərqlidir və bunları bilmədikdə sözlərin oxunuşunu çətinləşdirir. Bəs bu hərf kombinasiyaları və hərflər hansılardır? Let's get. İlk hərf kombinasiyamız S, T, H. Üçü birlikdə ş səsini verir. Mesela schön, güzel, schlafen, yatmak, Schule, mektep, schreiben, yazmak. İkinci, T, H. Bu hərf kombinasiyası bəzən yumşaq x səsini verir. Mesela doch, buch, noch. Bəzən isə yumşaq ş səsini verir. Mesela ich, nicht, mich vs. Əgər sözün əvvəlində S və T yan yana gəlirsə, S ş kimi oxunur. Yəni birlikdə şt səsini verirlər. Mesela Straße, Stress, Stadt. S və P yan yana gəlirsə, yenə S ş kimi oxunur. Yəni birlikdə şp səsini verirlər. Məsələn, Spaß, Spielen, Sprechen. T, H, S birlikdə X səsini verir. Məsələn, sechs, wechseln, wachsen. T, K birlikdə isə sadəcə K səsini verir. Məsələn, bakın, ticket. I, E birlikdə uzun I səsini verir. Mesela Liebe, Vier, Bier. E, I birlikdə isə I səsini verir. Mesela mein, zwei, Wein. A, I isə birlikdə yenə də I səsini verir. Mesela Mai, Dubai. Z hərfi tək başına ts səsini verir. Məsələn, Zwiebel, Zeit. X hərfi X səsini verir. Məsələn, taksi. Beta kimi yazılan bir hərf var ki, bu da S səsini verir. Məsələn, Straße, Heisen. Alman dilində 3 dənə umlaut var. Yəni nöqtəli hərflər. Bunlar hansılardır? O umlaut, yəni Ö, U umlaut, yəni Ü və A umlaut. O umlaut, yəni Ö necə oxunur? Azərbaycan dilindəki kimi. Schön, öl. U umlaut, yəni Ü də yenə bizdəki kimi oxunur. Məsələn, Tür, Tür. A umlaut isə E səsini verir. E. Məsələn, Mädchen, Bäckerei. Enlik. A və U birlikdə AU səsini verir. Yəni heç bir dəyişiklik olmur əslində. Məsələn, house. Amma A umlaut və U birlikdə isə OI səsini verir. Məsələn, Bäume, Bäume. V hərfi F səsini verir. Məsələn, Vater, voll. Amma bəzi xarici sözlərdə V olaraq qalır. J, J. Alman dilində J deyirlər. J hərfi Y səsini verir. Məsələn, Jacke, Jacke, Jonas. S hərfi sözün başında gələndə Z kimi səslənir. Sechs, sechs, Sohn, Sohn. R hərfi isə əsasən G səsini verir. Məsələn, Bruder, Arbeit. H hərfi sözün ortasında çox vaxt oxunmur. Məsələn, gehen, sehen, mehr. Sözün sonu əgər E və R ilə bitirsə, o zaman R kimi yox, A kimi oxunur. Məsələn, Vater, Mutter, Bruder.